Salam dostlar, bugün size Bakının en sirli, en güzel yerinden danışacağım. Bakın bu qalaya, adı Qız qalasıdır. 1000 illər bundan əvvəl tikilmişdi. Bu möhtəşəm qüllə eramızdan əvvəl 7-ci əsrdə tikilmişdir. Güllənin divarları 5 metrə qədər qalınlığa malikdir. Hündürlüyü isə 29 metrdir. Qədim tikili 1000 illər boyunca Bakı şəhərində qorunub saxlanmışdır. Burada Bakı şəhərinin xırda maketi yerləşir. Mən maketdə tarixi abidələr tapmaqdaydım. Atam isə bilet almağa getmişdi. Onu da qeyd edim ki, bu Qız qalası dənizkənarı parkın, yəni bulvarın yaxınlığında yerləşir. Nəhayət atam bilet alıb gəldi. İndi isə keçək Qız qalasının içərisini sizlərə göstərib məlumat verməyə. Birinci mərtəbəyə daxil olmaq üçün orta əsrlərdə nərdivan vasitəsilə qapıya qalxmaq, geniş qapılardan keçmək lazım idi. Qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür. Birinci mərtəbənin hündürlüyü 3 metrdir. Digər mərtəbələr isə orta hesabla 2,5 metrdir. Mərtəbələr yuxarı qalxdıqca genişlənir. İçəri daxil olub biletimizi təqdim etdik. İstehkam xarakteri barədə fikirlər təqdim edilir. Bura çox qaranlıq olduğundan burada çox dayanmayıb 3-cü mərtəbəyə çıxıram. Pilləkənlər çox dar və nahamar idi. Adam çox olduğundan çıxmaq və düşmək çətin idi. Qalanın divarının içindəki quyunun ağzı 3-cü mərtəbədədir. Bu quyu 21 metr dərinliyindədir. Burada Qız qalasının aşkar edilmiş taxta dirəyinin qalıq hissəsi. İndi isə qalxırıq 4-cü mərtəbəyə. Hər mərtəbənin pəncərəsindən içəri şəhərin Bakı bulvarının geniş mənzərəsi açılır. Burada tarixi abidələrin xırda maketləri rəngarəng işıqlarla əks edilir. İndi isə 5-ci mərtəbəyə qalxırıq. Bu mərtəbənin ortasındakı dairəvi deşikdən baxdıqda alt mərtəbədəki rəngarəng maketləri görmək olur. İndi isə qalxırıq 6-cı mərtəbəyə. Bu mərtəbədə xüsusi monitorda abidələrin tarixi, daxili strukturu, tikintisinin məqsədi, müdafiə, dini və sətxana barədə fərziyyələr və əfsanələr əks olunur. Monitorda Qız qalasının barəsində film nümayiş olunur. Burada əsasən qalanın müdafiə funksiyasının əks etdirən eksponatlardan ibarətdir. Bu
Bu eksponatların əksəriyyəti soyuq silahlardır. Qonşu lövhələrdə isə Alman rəssamlarının hazırladığı köhnə Bakının müdafiə sisteminin nümayiş olunduğu virtual ekran var. İndi isə 7-ci mərtəbəyə qalxırıq. 7-ci mərtəbə ziyarətçilərə, turistlərə ən çox təqdim olunmalı hissədir. Burada hansısa bir eksponata rast gəlinmir. Burada pəncərəyə yaxınlaşmamaq üçün rəşotkalar vurulub. Qalxaq 8-ci mərtəbəyə. Burada da heç bir eksponat yoxdur. Burada bir divan var. Aşağıdan çıxarkən yorulanlar oturub dincini alsın. Bu da sonuncu mərtəbə. Çıxırıq 9-cu mərtəbəyə, açıq terasa. Aşağı mərtəbələrdə tarix və arxeologiya, orta mərtəbələrdə əfsanə və fərziyyələr, yuxarıda isə şəhərin gözəl mənzərəsi sizi qarşılayır. Dostlar, mənə çox xoş oldu. Çox bəyəndim, getməyə dəyər. Sizlər də gedib görməyi tövsiyə edirəm. Baxdığınız üçün təşəkkür edirəm. Sağ olun.